Sabirabad rayonunun Buğan Gəncəli kəndində yaşayan Məhərrəmov Muradın həyətyanı sahəsində övladları tərəfindən nadir görkəmdə bir heyvan aşkarlanıb. Uşaqların vaxtında xəbər verməsi nəticəsində ev sahibi heyvanı çətinliklə də olsa tutaraq şəbəkə kisəyə salıb. Məhərrəm Muradov bildirir ki, bu cür canlı ilə ilk dəfə qarşılaşıram. Uzun dırnaqları, iri dişləri var. Diqqətsizlik olsa insanlara xətər yetirə bilər. Xəzdərli, uzun quyruqlu bu növlər müxtəlif adlarla tanınır. Bəzən onlara gəlincik və ya sansar deyirlər. Lakin bizim tapdığımız canlı xarici görünüşcə onlardan fərqlənir. Ailə üzvləri qeyd edirlər ki, heyvanı saxlamaq onlar üçün çətindir. İstəyirik ki, ya zooparka təhvil verək, ya da mütəxəssislərin müəyyən etdiyi qaydada təbiətə buraxaq. Mən orada elə bacım gördü, sonra mənə çağırdı və gördü, sonra valideynlərimizə dedi. Zoopark götürürsünüz, zooparka verə bilərsiniz. Yəni istəyirsiniz o verəsən, elə istəyirsiniz yoxsa necə? Elə istəyirəm.